Salam, bugünkü dərsimiz feilin qrammatik məna növləridir. Feilin 6 dənə qrammatik məna növü var. Məlum, məchul, şəxsiz, qayıdış, qarşılıq birgəlik və icbar. Bunların hər birinin əsasına subyekt və obyekt anlayışı duracaq. Subyekt nədir? İşi icra edən şəxsdir. Obyekt nədir? Üzərində iş icra edilən bir əşyadır. Baxın, deyirəm ki, usta maşını təmir etdi. Usta subyektdir, hərəkəti icra edən şəxsdir. Maşın isə obyektdir, bir əşyadır, cansız bir əşyadır. Sonra o dərslərini oxudu. O subyektdir, hərəkəti icra edən şəxsdir. Dərsləri isə deməli obyekt olacaq. Şair şeir yazdı. Şair subyektdir, şeir isə obyektdir. Şair işi icra edən şəxsi, obyekt isə üzərində iş icra edilən bir əşyadır. Bu şəkildə. Subyekt və obyekt anlayışımız bunlar oldu. Məlum növ haqqında məlumat verim. Məlum növdə deməli işi icra edən qrammatik cəhətdən məlum olur. Xüsusi şəkilçisi yoxdur. Digərlərində xüsusi şəkilçi görəcəksiniz. Məsələn, ıl şəkilçisini görəcəksiniz, ın şəkilçisini görəcəksiniz, ış şəkilçisini görəcəksiniz. Sonra dır şəkilçisini görəcəksiniz ki, bunlarda elə deməli məlum növdə belə bir şəkilçi yoxdur. Diqqətli olun. Məlum növün xüsusi şəkilçisi yoxdur, amma quruluşca sadə, düzəltmə və mürəkkəb olacaq. Sadə feillər haqqında bundan əvvəlki dərsimizdə mən sizdən danışmışdım. Məsələn, baxın, oxu, yaz, bax. Kənan dərs danışdı. Danışmaq sadə feildir, məlum növdədir. Digərləri ya düzəltmə ya da mürəkkəb olacaqlar. Daha doğrusu düzəltmə və mürəkkəb olurlar, sadələri olmur. Sonra işlə deyirəm, iş ismindən deməli işləmək feili yarandı. Adlardan feil yaranırsa məlum növdədir. Digərlərinin xüsusi deməli düsturu var, belə deyək də. Feildən feil yaranmalıdır. Plus şəkilçisi olmalıdır. Plus məzmunu, məchul, şəxsiz, qarşılıq və s. formada olmalıdır ki, feilin digər qrammatik məna növləri yaransın. Bu onların bir növ düsturudur. Onlar adlardan yaranmırlar. Feildən feil yaranır onlarda. Adlardan yaranma məlum növdədir. Məsələn, baxın, qocalmaq dedim. Anam qocaldı. Qoca deməli, sifətindən qocalmaq feili yarandı. Amma digər növlərdə bunu görməyəcəksiniz. Yalnız məlum növdədir. Adlardan feil düzəltmək burada olacaq. Diqqətli olun. Məsələn, anam qocaldı, ay müəllim, qayıdış növdədir. Xeyr, qayıdış növdə deyil. Nəyə görə? Çünki feildən feil yaranmayıb. Sifətdən feil yaranıb, addan yaranıb. Adlardan yarananda məlum növ olacaq. Yəni isimdən, sifətdən, saydan, əvəzlikdən. Sonra sözləşmək həmçinin. Bunlar parçalanmayan sözlərdir ki, şəkilçilərdir ki, laşdaş. Mən bunlar haqqında sizdən danışmışdım. Sonra vida deməli ismindən yeni nə yarandı? Feil yarandı və yaxud da ki, mənim səmək götürək. Mənim səmək. Baxın, burada mən əvəzindən mənimsə feili yarandı. Gördüyünüz kimi, adlardan feil yaranırsa məlum növdədir. Xüsusi şəkilçisi yoxdur, amma quruluşca sadə də olar, düzəltmə də olar, mürəkkəb də olar. Aha, indi keçək digəri haqqında danışım. Məchul növ. Məchul növdə işi icra edən qrammatik cəhətdən məlum olmur. Xüsusi şəkilçisi var. ıl, ın, n. Quruluşla düzəltmə və mürəkkəb olacaq. Sadə olmur. Sadə olan bir dənə məlum növdür. Yadda saxlayın. Burada deməli, obyekt, yəni üzərində iş görülən əşya, subyektin, yəni şəxsin, işi icra edən insanın yerini tutur. Baxın, Kənan dərs danışdı. İndi mən bunu çevirmək istəyirəm məchul növə. Subyektimi atıram və məchul növün şəkilçisini əlavə edirəm. Dərs danışıldı. Burada bayaqlarım deməli, obyektim tamamlığı idi, amma buradasa mübtəda oldu. Deməli, mənim obyektim mübtəda da ola bilər, tamamlıq da ola bilər. İndi, burada deməli, mən subyektimi bərpa edə bilərəm, tərəfindən qoşması ilə. Amma mənim subyektim, şəxsim, işi icra edən insan, deməli, nə olacaq? Tamamlıq olacaq, pasiv mövqedə qalacaq. Cümləm yenə də məchul növdə olacaq. Baxın, bayaqlar dedik ki, Kənan dərs danışdı. İndi, sonra çevirdik ki, dərs danışıldı. İndi mən burada öz mübtədama bərpa edirəm. Dərs Kənan tərəfindən danışıldı. Nə edildi? Danışıldı. Nə? Dərs. Obyekt yəni mübtəda oldu. Kim tərəfindən? Kənan tərəfindən. Tamamlıq oldu.
Mənim deməli subyektim hər zaman mübtədədə olmayacaq. Subyekt yeri gələndə tamamlıq da ola bilər cümlədəki vəziyyətindən asılıdır, belə deyim mən sizə. Burada gördüyünüz kimi mən öz subyektimi, işi görəni bərpa elədim, amma o pasiv mövqedə qaldı, cümləm yenə də məchul növdə olacaq. Bütün şəxslər üzrə dəyişə bilir. Yazıldım, yazıldıq, yazıldın, yazıldız, yazıldı, yazıldılar şəklində. Bütün şəxslər üzrə, tək və cəmi üzrə dəyişə biləcək. Sonra yazdırıldı və çatdırıldı sözləri məchul növdədir. İndi deyə bilərsiniz ki, ay müəllim, oradakı dır şəkilçisi icbar növün şəkilçisidir. Amma uşaqlar, burada bir dənə belə bir məqam var. Sonuncu leksik şəkilçiyə baxmalısınız. Ona baxandan sonra müəyyən edirsiniz ki, bu hansı növdədir. Məktub yazdırıldı. Orada dır icbar növün şəkilçisi olsa da, sonuncu şəkilçinin ıl olduğuna görə deyirəm ki, məchul növdədir. Mübtədən var, onun vasitəsilə də müəyyənləşdirmiş oluram. Çünki məchul növün mübtədası olur. Məchul növ bütün şəxslər üzrə dəyişir. Mübtədası olmasını yadda saxlayın. Bu sizə çox kömək eləyəcək. Eyni zamanda yoxlanılmaq, başlanılmaq, saxlanılmaq feilləri şəxsiz növdə deyil, məchul növdədir. Çünki mübtədə bərpa eləmək olur. Cavablar yoxlanıldı. Nə edildi? Yoxlanıldı. Nə? Cavablar. Bir mübtədası var. Ona görə də bu feillər də məchul növdə olacaqlar. İndi keçirəm şəxsiz növümüzə. Şəxsiz növdə nə baş verir? Şəxsiz növün mübtədası olmur. Məchulun o şəkildə fərqləndirəcəksiniz. Oxşar xüsusiyyətləri çoxdur. Hər ikisində subyektin məlum olmayacaq. Hər ikisində şəkilçim ıl üzəri 4, ın üzəri 4 şəkilçilərdir. Hər ikisi düzəltmə və mürəkkəb olur. Fərqləndirməyin birinci yolu mübtədasının olmamasıdır. Mübtədə olmur. Nə eləyirsiniz? Eləyin mübtədanı şəxsiz növdə bərpa edə bilməzsiniz. Baxaq. Yaşlılara kömək edildi. Nə edildi? Kömək edildi. Kimə? Yaşlılara. Bir tamamlıq, bir də ki, xəbərin ibarət. İndi gəlin biz şəxs əvəzliklərindən, ümumiyyətlə belə deyək də, əvəzliklərdən istifadə eləyərək bunun deməli mübtədasını bərpa eləməyə çalışıq. Baxın, yazıram ki, o yaşlılara kömək edildi. Hansı yaşlılara? O. İşarə əvəzliyi oldu. Şəxs əvəzliyinə çevirə bilmədim, alınmır, bərpa eləmək olmur. Yaxşı, gəlin bunu əlavə eləyək, işarə əvəzliyimizi. Bu yaşlılara kömək edildi. Hansı yaşlılara kömək edildi? Bu. Yenə təyin oldu. Mən nə eləyirəm, eləyim. Bura mübtədanı əlavə eləyə bilmirəm. Yaxşı, gəlin bir dənə ismi əlavə eləyək də. Günay, yazaq bura Günay. Günay, yaşlılara kömək edildi. Baxıram ki, Günay müraciət bildirdi. Müraciət bildirirsə, deməli bu xitabdır. Xitabdırsa vergüllə ayırmalıyam. Deməli bu cümlə üzvü olmayacaq. Burada mənə məlum oldu ki, burada deməli mübtəda bərpa edilə bilmədi. Çünki nə eləyirəm, eləyim, mübtədanı bərpa eləyə bilmədim. Bu məchul növdən birinci fərqi oldu. İkinci fərqi isə nədir? Bu yalnız və yalnız üçüncü şəxsin təkində olacaq. Yəni digər şəxslər üzrə dəyişə bilmir. Məchul növ dəyişmişdi, amma şəxsiz növdə belə bir xüsusiyyət olmadı. Bu da oldu onun ikinci fərqi. Bu şəkildə bunu məchul növdən fərqləndirə biləcəksiniz. Daha çox rast gələn şəxsiz feillər də bunlardır ki, burada bir xeyli sizə nümunə vermişəm, baxarsınız. Sonra keçirəm digərinə, qayıdış növü. Qayıdış növü haqqında danışaq. Burada deməli subyekt işi öz üzərində icra etmiş olacaq. İş görən məlum olacaq. Mənim subyektim məlumdur. Şəkil isə ıl üzəri 4, ın üzəri 4-dür. Bu da quruluşda düzəltmə və mürəkkəb olur. Mən bunu məchul və şəxsiz növdən necə fərqləndirirəm? Baxın. Burada subyekt və obyekt eyni adam olacaq. Deyirəm ki, duman çəkildi. Duman cümlənin həm subyektidir, həm də obyektidir. Çünki özü öz üzərində iş görmüş olur. Duman çəkildi. Nə edilir? Çəkildi. Nə? Duman. Cümlənin həm obyekti, həm də subyekti oldu. Bu şəkildə müəyyənləşdirə biləcəksiniz. İş görən artıq məlumdur. Baxın, öz üzərində iş icra edib. Uşaq irəli atıldı. İşi öz üzərində icra edən uşaqdır. Öz-özünə irəli atılıb. Gördüyünüz ki, mənim subyektim, yəni iş görənim qrammatik cəhətdən məlumdur. Deməli, bu qayıdış növdədir. Bu şəkildə fərqləndirəcəksiniz. Bəzən deməli, feillər həm məchulda, həm də qayıdış növdə eyni şəkilçini qəbul etmiş olacaqlar. Cümlənin məzmunundan biz fərqləndirəcəyik. Məsələn, şəkil çəkildi. Kimsə tərəfindən çəkilib məchul növdədir. Zibil atıldı. Kimsə tərəfindən atılıb məchul növdədir. Lövhə silindi. Kimsə tərəfindən silinib məchul növdədir.
Üzündən qayğı silindi, öz-özünə baş verən bir prosesdir, hərəkətdir, qayıdış növdədir. Sonra gül açıldı həmçinin, qayıdış növdə olacaq, qapı açıldı, kimsə tərəfindən açılıb, kimsə bu işi icra edib, mən bilmirəm, məchul növdə olacaq. Bu qədər bəsidir. Sonra bəzən, deməli, eyni feillər fərqli şəkilçilər qəbul edəcəklər. Məsələn, baxın, uşaq geyindi desəm, qayıdış növü olacaq. Paltar geyildi desəm, məchul növdə olacaq. Uşaq özü geyinib, həm subyekt, həm də obyektdir. Burada yalnız obyekt var. Kimsə tərəfindən paltar geyilib. Günəş göründü desəm, burada deməli, subyekt də, obyekt də günəşdir. Qayıdış növdə olacaq. İş görüldü desəm, kimsə tərəfindən görülüb, bir iş icra edilib, məchul növdədir. Bir xeyli nümunə yazmışam ki, baxarsınız, oxuyarsınız. Sonra qarşılıq birgəlik növü haqqında sizə məlumat verim. Nəhayət ki, şəkilçimiz dəyişdi. Qarşılıq və birgəlik növdə, deməli, hərəkət qarşı-qarşıya və ya birgə şəkildə icra ediləcək. Şəkilçisi fərqlidir artıq. Nəhayət ki, ış üzəri 4-dür. Iş, iş, uş, üşdür. Bu da quruluşda düzəltmə və mürəkkəb olacaq. Məzmun etibarı ilə bunlar fərqlənirlər. Baxın, bir başlıq altında verilə bilərlər. Ayrılsalar daha yaxşı olardı. Amma, deməli, bir başlıq altında verilsələr də məzmunları fərqlidir. Qarşılıq növdə hərəkət qarşı-qarşı icra edilir və həm deməli bütün şəxsi üzrə dəyişir, həm təkdə, həm də cəmdə olur. Yazışdım, yazışdıq, yazışdın, yazışdınız, yazışdı, yazışdılar şəklində. Amma birgəlik növdə, burada birgəlik növ yazılmalıdır, texniki səhv gedib. Birgəlik növdə hərəkət birgə icra olunacaq. Şəxsə görə deməli tam da dəyişmir, yalnız cəmdə olur. Ağlaşdıq, ağlaşdınız, ağlaşdılar şəklində. Gördüyünüz kimi, yalnız cəmdə oldu. Təkində istifadə eləmək olmur. Hərəkət birgə icra edilir. Məsələn, deyirəm ki, itlər hürüşdülər, qoyunlar mələşdilər şəklində. Birgə şəklində icra edilmiş hərəkət var. Uşaqlar yazışdı desəm, qarşılıqlı şəkildə olan bir proses, hərəkət nəzərdə tutulmuş olacaq. Sonra, yığışmaq sözü, toplaşmaq sözü, buna deməli, birgəlik məzmunu daşıdığına görə birgəlik növdə olacaqlar. Yığışmaq sözü yeri gələndə məlum növdə də olacaq. Ağlım başıma yığışdı şəklində. Görüşmək, yazışmaq, vuruşmaq, dəyişmək feilləri qarşılıq növdə olacaq. Sonra, qızışmaq, gəzişmək, girişmək, büzüşmək, qayıdış növ məzmunu daşıdığına görə, baxın, demirəm ha, qayıdış növdədir. Bu məzmunu daşıdığına görə, bunlar məlum növdə olacaqlar. Düzəltmədirlər öz yerində, amma deməli, qayıdış növ məzmunu var. Qarşılıq növ məzmunu, birgəlik növ məzmunu yoxdur. Qayıdış növ məzmunu daşıdığına görə məlum növdə olacaqlar. Aha, qayıdış növdə deyilir, onun şəkilçisi fərqlidir. Çaşdırmayın özünüzü. Sonra icbar növü haqqında sizə məlumat verim. İcbar növdə hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edəcək buradakı hərəkəti. İşin icrası üçün 2, 3, 4 nəfər subyekt lazım olacaq. Subyektlərdən biri göstəriş verəcək, digəri isə onu yerinə yetirmiş olacaqlar. Adətən cümlədə işi icra edənin kimliyi göstərilməyəcək. Məsələn, həyətdə quyu qazıram. Quyu qazıram mənim. Amma ikinci subyektim mənim məchul qalır. Məlum deyil ki, bu işi icra edən kimdir? Məktubları oxutdum. Məktubları oxudan mənəm. Birinci subyekt bəllidir. Amma ikinci subyektim bəlli deyil. Yəni, işi icra edən şəxs, onu görən şəxs bilinmir kimdir. Şəkilçisi var. Dır, dir, dur, dür və t şəkilçisi. Quruluşda bu da düzəltmə və mürəkkəb olacaq. Sadəsi olmur. Amma hər dır və yaxud t şəkilçisini görəndə icbar növ deməyin. Həmin o məzmunu da axtarın. İşığı yandırdım desəm, burada işığı yandıran mənəm. Yəni, kiməsə bu işi gördürməmişəm, kimsə eləməyib. Yazını yazdırdım desəm, artıq deməli, burada yazını mən yazmamışım, birinə yazdırmışam. Gördüyünüz kimi, həmin o icbar məzmunu qoruyub, saxlayıb. İcbar növdə olan feillərdə işin icraçısı yönlük halda olan sözə bərpa oluna bilir. Məsələn, yazını yazdırdım desəm, yazını şagirdə yazdırdım şəklində olacaq. Bu şəkildə subyektimin, ikinci subyektimi bərpa eləmiş olacam. İkinci subyekt yönlük hal şəkilçisi ilə bərpa edilmiş olur. Elə şəkilçilərimiz, daha doğrusu sözlərimiz var ki, yerinə görə həm icbar növdə, həm də məlum növdə düşünülə bilər. Məsələn,
Ana məktubu oxutdu. Kiməsə, bir kiməsə var da, kiməsə oxudub. Görürsünüzmü? Bir də deyirəm ki, oğlunu liseydə oxutdu. Oğlunu liseydə oxutmaq məlum növdədir. Çünki özü oxudub da. Kiməsə oxutdurmayıb ki, özü oxutdurub öz uşağını. Əziyyət çəkin elə valideynin özüdür. Bu şəkildə gördüyünüz kimi həm icbar, həm də məlum növdə düşünüldü. Eyni zamanda dəyişdir, bildir, göndər, qızdır və s. feillər məlum növdə olacaqlar. Bunları öyrənirsiniz. Yazdır, gətirtmək, söndürtmək, yandırtmaq kimi feillər icbar növdədir. Bunları da öyrənmiş olursunuz. Bugünlük bu qədər. Sağ olun.